Biləsuvar rayonunun Ağalıkənd kənd sakini Talih Zeynalov bildirçin təsərrüfatı ilə məşğuldur. O, yumurtalardan inkubasiya yolu ilə cücə çıxarır və bu prosesi davamlı şəkildə təkrarlayaraq təsərrüfatını böyüdür. Hazırda təsərrüfatda təxminən 10 minə yaxın bildirçin saxlanılır. 2 ildir ki, mən bu sahə ilə məşğulam. Kənd təsərrüfatında ən gəlirli sahələrin biridir. Əgər yaxşı baxarsansa 30, 32, daha 28 günə də 200 qram ət yığır, kəsmə yararlı olur bu şey. Bunun özelliği odur ki, bu kuş yeganə quşdur ki, heç bir xəstəlik tanımır. Biz bunu yumurtadan çıxandan ta kəsiminə qədər heç bir dərman preparatından istifadə edəmirik. Fermerin hesablamalarına görə bir bildirçin ay ərzində orta hesabla 80 qəpikdən 1 manata dək gəlir gətirə bilər. Məhsulların satış prosesi əsasən onlayn şəkildə həyata keçirilir. Bizim əksər satışlarımız sosial şəbəkə üzərindən olduğuna görə burada təsərrüfatda fotoların, videolarımı özüm hazırlayıb montaj edirəm və yerləşdirirəm. Hal-hazırda Azərbaycanın ucqar rayonlarından bizim halbuki əvvəlin internet üzərindən tanış olduğumuz müştərilərimiz var ki, hal-hazırda da əməkdaşlığımız davam edir, işləyirik. Hazırda bazarlarda bildirçinin qiyməti 3 manat 50 qəpik təşkil edir. Bildirçin yumurtaları yüksək qida dəyərinə malikdir. Digər ev quşlarına nisbətən daha dözümlü olduqları üçün təsərrüfatda dərman preparatlarından istifadə olunmur.